Vxoda tkun var kartal. Kırıldı oradan kırıldı. Tkun statusi bu dışarı geçsin. Zgoli var ha. Zgoli xatmana aktivisti samodi xatmana. რა? კომპანია ხართ ჰა? ზედამხედველობა კომპანია არის, ხო და მუშაობენ რა. არაფერი მუშაობს. არ RMG-ის არის, CMG არის. CMG-ია თუ RMG? CMG. და იქ რა საკეთები ხო არის? ბურღავენ რა. რას მუღავენ? აი იმას ეძებენ რაღაცას რა. Bolnisi rayonu Darvaz Dərəsi dağlarında aparılan qazıntı, meşə ərazisinin kütləvi şəkildə qırılması bölgədə yerləşən 6 kəndin sakinlərini narahat edir. Dəmirli kənd sakini olan fermer Almaz Nəsibov da onlardan biridir. Qoyun saxlayıram, bax bu meşələrdə. Bu hansı şirkətdirsə də gəlib buraya zad eləyir. Qazıb tökür, otarmağa yerimiz yoxdur. Qardaş, haraya gidirsən, deyirlər buraya gətirmə. Gidirik, Qızıl zavodunun üstü, orada zavod var da. Oraya gidirik, deyirlər gətirmə, və biz haraya gidik? Haraya gidik, bizə bir göstəriş versinlər, bizə bir çıxış yolu tapsınlar. Burada bulaqlarımız var, dədə babalarımız qəbirləri var, biz haraya gidik? Darvazdır, Zolgəşdir, Arakeldir, nə bilim, Babeşilardır, Aşağıcılırdır, Xuarıcılırdır. Və biz burada yaşayış olmayandan sonra biz haraya gidik, hə? Əvvəllər bizim qardaş çıxırdı kənddən 250 mal, 300 mal, indi çıxır 25 mal. Yoxdur, örənə yoxdur. Heç nə yoxdur, örüş yoxdur. Buraya gedərsən deyirlər gətirmə, oraya deyirsən deyirlər gətirmə. Haraya gedək? Devlətimiz bizə bir yol göstərsin. Seçki vaxtı deyirlər 41, 41, 41, 41-ə səs veririk. Verdik. Və indi nə oldu? Bizi buradan köçürməyə çalışırlar. Burada yaşayış yoxdur, biz haraya gedək? Gedək Tiflisə, gedək 9-cu mərtəbədən baxaq başlığa. Ərazidə aparılan işlərlə bağlı hələ də heç bir qurum yerli sakinləri məlumatlandırmayıb. Darvaz Dərəsi sakinləri öz doğma yurdlarını qoruyacaqlarını bildirirlər. Hər şeyin qiyməti qalxır, ona görə ki, bu torpaq otaracaq yoxdur, örənə yoxdur. Yenə deyirəm, haraya gedirik, bütün bizi deyirlər buraya gətirmə. Buraya gətirmə. Ona görə də qiymət qalxır. Hər şeyin qiyməti qalxır. Yenə deyirəm, bayaq da dedim. 250-300 mal çıxırdı bizim kəndimizdən. İndi hanı o mallar? Yoxdur. Bir qoyun saxlayan mənəm. Belə olsa bir ildən sonra mən də saxlamayacağam. Balaca kənddir. Balaca kənd. Biz bu kəndin, burayı belə götürəcəklər. Bütün darvaz əkilən yer, qazılan yer. Bu çökək qalır. Burada nə saxlayırsan? Bunda devlət bizə torpaq versin, başına durun. Hasan da olsa qardaş, hamı gedər bu qoyuna. Hamı mal qoyun saxlayır. Əziyyətlidir, bənə qayraq. Dolanış üçün neyniyək? Çoban, baba, gör neçə çoban var. Ayda 2000'lar, 1500'lar. Gözümü deşir, deyir ki, har yaparım. Har yaparım. Vallahi doğru derim. Deyir, har yaparım. Yox, tutaracaq. Bak görəcəm, deyir, vallahi yoxdur, billah yoxdur, yer yoxdur tutarmağa. Gedərsən, qardaş, bir dənə ağac kəsirsən, çoldan, meşədən bir ağac kəsirsən, sıraz gəlib gedərlər, tutursan. İndi bu boyda meşələri kəsə-kəsə gedirlər. Hamısını kəsə-kəsə gedirlər. Kimdir bunu? Bunun qarşısını almaq lazım. Hamısını kəsə-kəsə, gedən bir ağac kəsim, gedə gəlir, aparır, cərmi belmə verir, deyir, git. Ərazidə fəaliyyət göstərən şirkətə məxsus nəqliyyat vasitələri artıq yerli sakinlərin mülklərinə ziyan vurmaqdadır. 3 gün ərzində Almaz Nəsibovun 2 iti bölgədə fəaliyyət göstərən şirkətə məxsus maşın tərəfindən vurulub. Biz görmürük, biz görmürük. Sən heç burada eləmədin, sürdün getdin, haraya qaçırsan bunu? Bunu yazsana. არ გაჩერდითო, წახვიდითო და მაგით. ბიჭო, შევაჩერე, მანქანა კაცობას ფიცავარ, ძაღლი, წავი, Başa önceden demişəm, gələ burada yavaş sür, burada it var. გავაფრთხილეო, უთხარიო აქ. Xəbərdarlıq eləmişəm ki, burada it var, it, yavaş sür, nə eləmirlər? Haraya